Haqq Ədalət Partiyasının fəaliyyəti cəmiyyətdə müəyyən sosial və siyasi tələblərə cavab vermək məqsədi daşıyır. Partiyanın fəaliyyəti ölkə boyu keçirdiyi tədbirlər, yerli sakinlərlə görüşlər və vətəndaşların maarifləndirilməsi kimi sahələr əhatə edir. Bu cür fəaliyyət cəmiyyətdə dialoqun güclənməsinə və vətəndaşların siyasi proseslərdə daha aktiv iştirakına kömək edir. İqtidar partiyası ilə əməkdaşlıq siyasi partiyalar arasında konstruktiv münasibətlərin göstəricisidir. Bu əməkdaşlıq ölkənin inkişafı naminə müxtəlif sahələrdə birgə fəaliyyətə imkan yaradır. İnsanların, xüsusilə gənclərin partiyaya inamı və dəstəyi demokratik prinsiplərin möhkəmlənməsinə və cəmiyyətin inkişafına töhfə verir. Haqq Ədalət Partiyasına insanların inamı, xüsusilə gənclərin bu sıralara qoşulması partiyanın mövqeyinin və ideyalarının insanlar tərəfindən dəstəklənməsinin göstəricisidir. Gənclərin siyasi partiyalara qoşulması cəmiyyətdə yeniliklərin və dinamizmin formalaşmasına töhfə verir. Bu həm də gələcək siyasi kadrların yetişməsinə və ölkənin gələcək inkişafına müsbət təsir edir. Ümumiyyətlə, siyasi partiyalara vətəndaşların inamı və dəstəyi demokratik prinsiplərin möhkəmlənməsi və cəmiyyətin inkişafı üçün önəmlidir. Partiyanın 30 mindən çox üzvünün olması onun cəmiyyətdə müəyyən maraq mərkəzinə çevrildiyini göstərir. Bu, partiyanın siyasi platformasının və ideyalarının insanlar tərəfindən dəstəklənməsinin göstəricisidir. Hörmətlə Ağalar Məmmədov, Haqq Ədalət Partiyası Gəncə Regional Mərkəzi.